Seyyid Əzim Şirvani qəzəl şairidir, söz yox. Çox böyük ustaddır, çox böyük ustaddır. Eşqidir eyniyən aləmdə bəlalar icad, eşqidəndir bu qədər aləmi kövnüsünə fesad. Eşqidir mürşidi kamil, ona afaq-ı mürid. Eşqə şagird cəhan əhli, o kamil ustad. Eşqidir aləmə radara çəkən mənsuri. Eşqidir qeysi qılan leyli qəmindən naşad. Dağıda surət-i şirinini nəxş eylərkən vurdu başına külüngün niyə axır Fərhad? Seyyida eşq sözünü söyləmə nafəhmilərə, çəkmə zəhmət, nə bilir rütbə-i insani cəmal. Özümlə olsaydı mən cəhana gəlməz idim. Gətirdilər məni, amma mən ana gəlməz idim. Bu dam-i eşqə məni saldı danə-i xalin, firib verməsəydi o dana gəlməz idim. Görünməsəydi əgər hər məkanda nur-u rüxün, fəzai qüdsu qoyub bu məkana gəlməz idim. Dəhan-ı yaridən olsaydı bir əsər zahir, yəqini tərk qılıb mən gümana gəlməz idim. Bəhanə ilə yetərmiş vüsala aşiqlər və gər biləydim onu, bibəhanə gəlməz idim. Olaydı zatı məzəldən əgər zəri xalis, yanıb bu butə əra imtihana gəlməz idim. Könüldə zəxm-i nihan olmasaydı ey seyyid, ümid-i mərhəm ilə mən fəqanə gəlməz idim. Deməkdə bunun məqsədim odur ki, bax, bu səviyyədə, bu dərəcədə böyük bir ustad qəzəlxan şairi idi.